Salam uşaqlar, gəlin bugün 2019-cu ilin buraxılışına aid bir sual işləyək. Burada bizə bir trapeziya verib, trapeziyada yan tərəfi x istəyir bizdən. Gəlin ilk öncə biz burada bax bu hündürlüyü tapaq. Uşaqlar, məsələn, buranı biz bir y adlandırsa, bu Pifaqor teoremindən, yəni bura düz bucaqlı üç bucaqlı. Yəni Pifaqor teoremindən tapa bilərik ki, y-in kvadratı 5-in kvadratı çıxaq 3-ün kvadratına bərabər. Yəni buradan 25 çıxaq 9 alırıq 16. Yəni y-imizi alırıq biz 4. Y-i gəlin həmən 4 qeyd edək, etdik. Uşaqlar, indi biz burada x-i tapanda bu 30 dərəcədən istifadə edək. Həmçinin biz bilirik ki, burada 4-dürsə hündürlüyümüz, həmən bir hündürlük çəksək, bizim bu hündürlüyümüz də 4 olacaq. O zaman uşaqlar 30 dərəcə bucaq qarşısında duran katet 4-dürsə, hipotenuz bizə verəcək onun 2 misli, yəni cavab 8. Yəni burada cavabı tapdıq 8. Elə gəlin burada 2020-nin bir buraxılışı var, 8-ci suala da baxaq. Deyir ki, paralelogramında B-in və N-ci nisbəti 3-ün 2-yə nisbətində verir. Uşaqlar, həmən gəlin K-larından yazaq da. B-ni yazıram 3K, N-ci-ni yazıram 2K. Bunları adlandırdım. Həmçinin mənə 3 cm verib M-ni. Burada 3 yazdım. Sonra və mənə nələr verib? Deyir ki, A-in və M-də tən böləndir. Tən bölənləri qeyd eləyirəm. Yəni, burada alfa qeyd etdim. Gəlin bu tən bölənə də beta qeyd eləyək. Uşaqlar, indi mən burada çarpaz bucaqlardan istifadə edəcəm. Baxın uşaqlar, A, N, B bucağı da alfa olacaq çarpazlıqdan. Çünki bir dənə fikir verin uşaqlar. Baxın, burada Z hərfi əmələ gəlir. Ona görə biz bu çarpazlıqdan istifadə edə bilərik. Aha. Davam edək. Və burada bərabəryanlı bir üçbucaq alınır. Baxın uşaqlar, B, N, A, B-yə bərabərdir. Yəni, bura 3K-dırsa, bu hissəmizdə olacaq 3K. Həmən keçək digər çarpazlıqdan istifadə edək. Yenə burada bu hissə beta olduğuna görə C, M, D bucağımız da beta olacaq. Buradan da yenə bərabəryanlıya fikir verin uşaqlar. Bura 2K üstə gələk 3. C-də də olacaq 2K üstə gələk 3. Sonra davam edək və qarşı tərəflərin bərabər götürək. Yəni 3K 2K üstə gəl 3-ə bərabərdir. 3K 2K üstə gəl 3-ə bərabər olduğundan 2K-nı sol tərəfə keçirsəm 3K çıxaq 2K artıq 3-dür. Buradan da K-nı alıram 3. Məndən perimetr istədiyinə görə gəlin tərəfləri tapaq. 3K olacaq 9. Burada da bizə verir ümumi 5K. 5K da bizdə olur 15. Tərəfləri 9 və 15 olanda perimetri tapıram ki, tərəflərin cəminin 2 mislidir. Düsturumuz 2 A üstə gələk B olduğundan 2 vuraq, 9 üstə gələk 15. Buradan da 2 vuraq 24, perimetrimi alıram 48.